Biz iki bölməni bitirmişik. Üçüncü bölməyə başlayırıq. Amma imtahana da bir həftə qalıb. Hardasa bir sürətli formada izah eləyim, testlərə keçək. Dərsi də yazıram. Faizdir. Hə, Mən faizdə də mən yaxşıyam. hə, yaxşısan, onda keçək testlərə baxaq. Daha da yaxşı. Bir dayanmadan danışmanın dərsi. Biri gəl. Evet, onu. Başlayaq birinci sualdan işləməyə bir yerdə. Deməli, birinci növbədə onu yadımıza salaq ki, dəqiqə, paylaşmışam da ekranımızı. Ekran paylaşımı eləmişim. Məsələn, S bərabərdir V vurulsun T. S bizdə xırda formada yazacağım. Gedilən yoldur. V bizdə sürətdir. T bizdə zamanı bildirir. Və burada deməli, nisbət hissəsindən təkrarlasaq, A bölünsün B bərabərdir C bölünsün D. Burada bizdə hasil kimi yazdığımız zaman burada B ilə C'nin hasilini tapırıq, aynı anda D'nin. Yəni BC bərabərdir A vurulsun D olur. Sonra faizdən danışsaq əgər, A-nı faizlə ifadə elədiyimiz zaman onu biz necə göstəririk? Yəni A-nın 100%. Bu formada göstəririk. 100 A kimi. Sonra 27-ni 100%. Elə faizin hasilini tapsaq 2700 faiz olmuş olacaq. A-nın B faizini də tapmaq o deməkdir ki, yəni A-nı vururuq B-yə, bölürük 100-ə. Məsələn, 40-ın 60%-ni tapmaq o deməkdir ki, 40 vurulsun %60-a. O da bərabərdir 24-ə. İxtisar gedir çünki. Birincidə cavab A-dır. Hə, testdə artıq baxaq. Biraz istədim dərsdən də bir şeylər deyim. Ya A-dır ya Y. İkisindən biri. Yedi, yedi. Şaya. Niyə görə A-nı düşünmüşdün? Ya baxın, mən Kvadrat şəkildə deməli
Göstərilən qaydada 25 kongruent kvadrata bölünmüşdür. Ştrixlənmiş hissənin sahəsi böyük kvadratın sahəsinin neçə faizidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11. Və özü deyir də ki, 25 dənə kongruent deməli kvadrata bölünmüşdür. O da bölünsün, deməli olacaq 25 vurulsun 100 faizi çevirmək üçün. Bu da eləyir 44%. Sonra ikinci suala baxaq. İkinci sualda da sayırıq. Neçə dənə olacaq? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12-ni bölürük 25-ə, vururuq 100-ə. Bu da bərabərdir. Burada 4 alınır, burada da alınır. 48%. Cavab Y bəndi. Burada da Y bəndidir, aşağıda da Y bəndidir. Keçək üçüncü suala. Üçüncü sualda deyir ki, cədvəldəki ədədlərin neçə faizi natural ədəddir? Neçə dənə natural ədədimiz var? 8 var. Sonra -4,9. O nətər natural ədəd olur ki? Yox, Mənfi, mənfi. Burada bizdə 2 dənə natural ədəd var, 8 ilə 4. Bunlar natural ədədlər deyil. Kəsr ədədlər, tam ədədlər. Dövri ədədlər. Burada olacaq 2 dənə. Hamısı da 10 dənədir. 2 dənə burada, 5 dənə də burada. 5-i 2-yə vuranda elədi 10. 2 dənə də bizim naturalımız var. 2 bölünsün 10 vurulsun 100. Bərabər olacaq 20. 20% C variantı. Keçək o biri suala baxaq. Cədvəldəki ədədlərin neçə faizi natural ədəddir? Bayaqki sualda burada sadəcə bir dənə fərq var ki, burada 1, 2, 3 dənə natural ədədimiz var. 3 bölünsün 10. Çünki ümumi saydı vurulsun 100%. Bu da bərabərdir 30%. Cavab olacaq A bəndi. Baxaq indi 5-ci suala. Kongruent kvadratlara bölünmüşdür. ABCD kvadratının neçə faizi ştrixlənmişdir? Demək olar ki, uyğun həmən o suallardan biridir. Birinci gəl sayaq kvadratlarımızı. Deməli, burada 1, 2, 3, 4, 5. Bu tərəf 5-dir. Bu bir hissəyə sayaq. 1, 2, 3, 4, 5, 5-dir. Ümumi sayını tapırıq 25. Deməli, bizdə 25 dənə kongruent kvadrat var. İndi isə sayaq ki, ştrixlənmiş. 1, 2, 3. 3 bölünsün 25 bölünsün 100. Çünki vurulsun 100. Çünki burada da 100% vurulur. Bu da bərabərdir 12%. Cavab olacaq B variantı. Keçək indi 6-cı suala. Kongruent kvadratlara bölünmüş ABCD kvadratının neçə faizi ştrixlənməmişdir? Burada suala diqqət eləyirik. Ümumi yenə də bayaqki sualdır deyə bizdə məxrəcdə olacaq 25 vurulsun 100% və indi ümumi 25 dənədirsə 25-dən də 3 çıxanda 25-dən də çıxanda 3-ü bərabərdir 22. Ona görə də burada biz 22-ni tapırıq. Burada da 4, bu da eləyəcək 88%. Bu başa düşdün? Bəli. Y variantı. Sualın yoxsa keçək 7-ci suala. Biz demək olar ki, heç ötürməmişik. Bir dənə dərs ötürmüşük. Bütün dərsləri keçmişəm, sadəcə çox gec başlamışıq deyə çatdıra bilmirəm. Baxaq 7-ci suala. Düzbucaqlı kongruent kvadratlara ayrılmışdır. Ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Ştrixlənmiş sahəmiz 9-dur. 9 ştrixlənib.
Və burada bütün sahəni soruşur. 1, 2, 3, 4, 5, 6. Uzunluğu saydıq 6 dənə kvadratdır. Eni isə sayırıq 2 dənə. 6 vurulsun 2, 12. Ümumidə 12-dir. Ümumi 12. İndi burada da ştrixlənmiş dediyinə görə 12-yə bölürük. 9 da vururuq, vururuq. Burada da deməli 100-ə. 100-ə vururuq. Burada 4 ixtisar getsə 3 qalacaq. Burada 4 ixtisar getsə 25 qalacaq. Burada 9-u 3-ə bölsək 3 qalacaq. Bu da bərabər olacaq 75%. Cavab olacaq D variantı. Başa düşdün? Keçək 8-ci suala. Düzdür, bu da yoxladım. 8-də deyir ki, düzbucaqlı konqruent kvadratlara ayrılmışdır. Ştrixlənmiş sahə bütün sahənin neçə faizidir? Yenə də, Ben işleyeyim. hə, yaxşı. Saat 11-ə kimi qoşularaq da vaxt var. Ben. Mən də səhər dərsdəyəm, amma eybi yoxdur. Onsuz da sən də dərsə gedirsən də sabah. Ben bizde sadece monitoring var idi sabah. Ona göre dedim ki Eybi yoxdur da. Dərs bitər sonra daha da yaxşı. Monitorinqə nə dəxli var ki? ben 8 yıl 8-də düzdür. 9 da eyni sualdır. 9 da tap özün. 50% B. 50% 9-da, hə, düzdür. Ona baxaq indi. 10-cu suala baxaq. 80% 180 ədəd tapın. Bu o deməkdir ki, yəni x vurulsun %80 bərabərdir 180-ə. Buradan da məsələ tənliyi həll eləsə, x vurulsun 80 bərabərdir 180 vurulsun 100. Buradan da belə çıxır ki, x bərabərdir 180 vurulsun 100 bölünsün 80. Deməli, belə çıxdı ki, biz bir ədədin faizi digər olan ədədi tapmaq üçün biz həmən faizi göstərən ədədə bölüb 100-ə vurmalıyıq verilmiş ədədimizi. Aydındırmı? Hansı ədəd ki, olan ədəddir, onu biz 100-ə vururuq və 80-ə də bölürük. Bu onun isbatıdır. Yəni, nə üçün biz əvvəldən elə bunu yazmadıq? Mən burada Cevap yəni... 225 B. Aha, düzdür. Hə, düzdür, deyildi cavab. Keçək indi 11-ci suala. Fırtamızda 43 onluq kəsrini faizindən ifadə edin. 43% Y. Hə, düzdür. 12'de cevap Aha, 57%. düzdür, 57%. düzdür. Sonra 13-də 86, yo 864,2 D. D variantı 864,2. kəsr şəklində. Düzdür müəllim. B dedin. Xeyr, D. Onluq kəsr şəklində göstər axı deyir. Faiz şəklində göstərdimi? Hə, onluq kəsir. Bildim. Hə,
0,10 bində 8642. B. Düzdür. Düz tapdın. Sonra keçək 14-cü suala baxaq. Elə eyni formadadır. Orada da həmçinin. 14-dən. Aha. İki dənə vergül sola gedir. Onluq kəsir şəklində dediyin zaman. Nə olacaq 14-də? 14-də cavab 14-də. Neyinirik? Y, Y Bayaqkı variantı, Y variantı. yox. 32 tane. 18 O, A'dır, faizi. A. A Burada variantı. 1, 2 gəlir. O da bir dənə vergül gəlir deyə məcburuq bir dənə 0 yazaq. Ona görə də olacaq 0 tamla başlayacaq, olacaq A variantı. Düzdür. İndi baxaq 15-ci suala. B. Ədədin B, B. yazdı. Düzdür. 50%. 16. 0, 13, 39. Cavab 39, A. Hə, ay, düzdür. 17. 2, 12. Cavab 120, A. Aha, düzdür. 18. Mən göstərmirəm 18. Hə, doğrudur. Burada necə işləyirik? ABC ifadəsində AB bölünsün C ifadəsində ABC müsbət ədədlərdir. A-nı 10 dəfə artırıb, C-ni 5 dəfə azaldıb, B-ni isə dəyişmədikdə D necə dəyişir? Bu necə 5 işləyirik? dəfə artar. 5 dəfə artar, A. Yox. Yox. Qətiyyən. Düz demirsən. Burada deməli birinci məsələni yazaq. D bərabərdir AB bölünsün C. O da buradan da yəni biz nə desə yazaq yəni. A-nı deyir 10 dəfə artır. B-ni dəyişmirik. Olduğu kimi qaldı. C-ni 5 dəfə azalt. Bu C qalx, bu 5 dəfə azalanda qalxır axı sürətə. 10 vurulsun 5 AB. Burada da C qalır. Biz indi baxaq fərqə. Birində AB böləcəkdir, o birində də 50 AB böləcəkdir. Burada nə fərq var? 50 dənə fərq var, düzdürmü? 50 dəfə. Burada 1-dirsə, burada 50-dirsə, bu o deməkdir ki, 50 dəfə artıb. Başa düşdün? Cavab olacaq D variantı. Çox qəşəng sualdır 19-cu sual. Çox məşhur sualdır həqiqətən də. Yəni hər dövrün məşhur sualıdır. Müəllim, cavab. Hə. 45-i 9-a bölü eləyir 5. Ha, düzdür. 4-ü Belə 20, yaz. 5-i 5-ə 25. 20-ni 25-ə vururuq, Aha. eləyir 9. Cavab D. Aha. Düzdür. Burada nə edirdi? Hə, bu ədədlərin hasilini tapın. Düzdür. Axı bir məsələ də var. Orada ədədlər tapmamısan axı. 20 cavabı da yoxdur. Burada Yox, əməl. 4-ü 5-ə 20-ni vururuq. 23-ə vururuq. Hə, 20-dir. Burada da 25-dir. 25-i vururuq 20-yə. Cavab 500. Hə, D. 500 eləyir. Düzdür. D. Sonra baxaq 20-ci suala. Artıq 20 dənə sual işləmişik. Nəsə baş verdi. Mən özüm işləyim cavabı deyim sizə. Aha, daha yaxşı olar.
Mən məktəbə gətirilən 400 kitabın 34,5-i ədəbiyyat, qalanları riyaziyyat kitablarıdır. Məktəbə neçə riyaziyyat kitabı gətirilmişdir? Deməli, ümumi 400-dür. Ümumi kitab sayı. Və bu 400-ün %34,5 burada bərabər burada biz əgər tapsaq 4-ü vururuq. Bu da eləməlidir. 100 ama oradan olacaq 2 hətta 8 buradan olacaq Cavab, 8. cavab, cavab A. Hə, 400-dən də niyə? Yo, 4 üzərində 138 Hə, çıxır deyəsən. hə, çıxırıq Cavab 138-i. 262. 262. Riyaziyyatçı soruşur. Hə, düzdür. Baxaq o bir sualımıza. Bunu mən üstündə qeyd edeyim. Bunu işlədik. 21-ci suala baxaq. Səyyah 15 kilometr getdikdə buna aid işləmişdik kəsirlərdə. Səyyah deməli buradan çıxıb 15 dənə kilometr gedib yolun bu hissəsi gedilməmiş qaldı. %25-i. Üstə biri qalıb, üstə biri. Aha. Neçə olacaq onda? Və Yəni ki 25%-dirsə bu tərəfin. Bu tərəfdə 75%-dir də. Hə. bəli. 15-in 75%-i tapdıq. Aha. Belə də deyə bilərik. Burada belə də deyə bilərik ki, e, bax belə deyim də 75% 25%-dən neçə dəfə böyükdür? 3 dəfə. Yəni 75-i 3-ə böləndə 25 verir. Burada da 15 kilometrdirsə 15-i də bölürük 3-ə. Burada da verəcək 5. Deməli bura 15-dirsə bura 5-dir. Bura 75-dirsə burada 25-dir. Bizə də bu hissə sağ tərəf lazım deyil heç. Elə bu ikisi ilə eləsək bəsdir. 75%-i 15 olan ədədi tapmaq lazımdır ki, böyük ədəd olub ki, axırda orada 15 kilometr qalıb da. Ona görə biz 75%, 15 olan ədədi tapırıq. Burada olacaq 75%, 15 olan ədəd. Biz necə eləyirik onu? 15-i vururuq 100-ə, bölürük Aha, 75-ə. düzdür. 15-i vururuq. Başqa yollarla da həll eləmək olar. Yəni ki, Cavab ağlına nə gəlsə, hə, arsa. 75 vurulsun 100. 5, 20. Cevap B variantı. 22 mı? Sonra baxaq 22-ci suala. 22-də tənasübdür. 22-də Aha, tənasüb. düzdür. İşləmisən bunları, bilirsən. Mən, Elə özün yaxşı bilirsən. mən, Hə, işlə ondu o sualı. Bərə 4 saatda 20,4 kilometr üzdü. Eyni sürətlə 6 saatda 12 kilometr üzər. Burada deməli yazırıq ki 4 saatda olsun 20,4 kilometr. Eyni sürətlə 6 saatda neçə kilometr? X kilometr. Çarpaz formada vururuq. Cavab D, 30,6. Düzdür. Cavab D. 30,6. İndi sadə suallar gəlir. Yəni məsələ olmayan suallar. İndi onları da skrin eləyək, baxaq. Mən özüm işləyim deyirəm cavab. Hə, yaxşı. Məsələləri mən özüm bir yerdə işlədim ki,
Biraz bəlkə hardasa çaşsan, baxaq deyim. Belə. Hə, 23-ə baxaq. Cavab A 7-də 15. Düzdür. Baxaq 24-cü suala. Cavab 4-də 1 C. Düzdür. Baxaq 25-ə. Cavab A 10. Düzdür. 26-da Mən Sadiq xanım. tapım deyirəm. Cavab 72. Düzdür. Y. İndi isə baxaq 30, deməli 27-yə. Deyir ki, ət bişirildikdə öz çəkisinin 4%-ni itirir. Ümumi, yəni ətin Cavab faiz. 100%-dir, ümumi, yəni çəkisi. Onun da 4%-ni itirdiyi zaman 96%-i qalmış olur. 20 kiloqram təzə ətdən neçə kiloqram bişmiş ət alınır? 20 kiloqramı tapırıq %96-nı 96%-ni soruşur, yəni. Burada olacaq 96 bölünsün 5. 96-nı da 5-ə böldüyümüz zaman 19, 45, 10, 19 tam, onda 5. 2. 2. Mən niyə 5 yazmışam? 0. O da oldu 19 tam, onda 2. Onu 5'e bölüp 5 yazmışam. Olacaq. Elə imtahanda da belə səhvlər eləmişəm mən özüm keçən il. 27-də oldu Y bəndi. Sual düşmüşdü ki, hansı platformada onlayn dərs keçmək olur. Özdə mən onlayn dərs keçən müəllimə götürüb yazmışam ki, Facebookda. Facebookda yəni nə zamanla onlayn dərs keçirilir? Elə bir şey yoxdur. Çox yəni cəfəngiyat səhvlər. Baxaq 28-ci suala. Sinifdəki 30 şagirddən 30%-i Cavab oğlandır. 21 A. Sinifdə neçə qız var? 21. Aha, düzdür. 30 vurulsun %70. Çünki qızı soruşduğu üçün. Elə mən onun həllini də yazım. Bu qalsın. Dəqiqə qələm itirdim. Baxaq 29-cu suala. Cavab Suala 65. aparım. 29-da deyir ki, 240 ədədinin 25%-ni. Cavab B. 60. Aha, düzdür. Düzgündür. Baxaq 30-a. Səhlə gündə 32 detal hazırlayır. Və o məhsuldarlığını 25% artırsa, bir gündə neçə detal hazırlamış olar? 40 B. Bunu nə vaxt işlədin? Həm indi bu dəqiqə. Hə.
Hə, düzdür. Deməli, neynədik biz burada? 32-nin 25 Faizi faizini tapdıq. tapdıq. 160-ın üzərinə Düzdür. gəlirik. 25 faizini tapdıq. Bu elədi 8. 32-nin də üstündən 8 gəldi 40. Cavab oldu. Deməli, B variantı. Baha 31-ə. Böyle suala baxdıq ama. Hı hı. 31A. Yəni, bu həmin o məşhur suallardan biridir. 31A. Düzdür. Düzdür. 32-yə baxaq. Mən bu biraz uzundu, işləyim cavabı deyirəm. Hə, yaxşı. Düz mütənasibdir. Çarpazla gedir. Saat getdikcə, çünki kilometrlərin də sayı artmış olur. Yəni not ağa bilmədim. Yine Yəni 220 vurulsun x bərabərdir. 7 tam 7'də 5 vurulsun 220. Burada da olacaq 7'də 21 üstə gəlsin 6 vurulsun x bərabərdir. 7'də 49 üstə gəlsin 5 vurulsun 220. Yəni burada artıq belə deyim də 7'lər ixtisar gedir də qalmır 7. Düzdürmü? Burada olacaq 27 vurulsun x bərabərdir. Burada olacaq deməli 54 vurulsun 220. Düzdürmü? Orada da ixtisar gedir 27 ilə 54. Biz bilirik ki 54'ü 27'yə bölsək, yəni 7 ilə 7'yi 2'yə vuranda 14 eləyir də, düzdürmü? 2 alınır. Burada da x-imiz bərabərdir. Burada da 1 qaldı. 440'a
Çətin sual deyil də axı bu. Bunu niyə işləyə bilməmsən? Hə? Nə bilim mən. Bildin bəs həllini? Bəli, bəli. Hı hı. Keçək 34, 33-cü sualı. Silin bunu. Bəli, bəli. Cavab Y 20. Hələ mən baxmamışam. Bir dənə baxım. Hə, düz. Deməli orada da nə enirik? Ən artıq 34-də. qrup. Hə. e, Burada yenə də eyni qaydada çarpaz vururuq. 17 vurulsun x bərabər 4 vurulsun 85. Buradan da ixtisar gedib qalır 20. Baxaq indi. 34 bu suallara baxaq. Hə, 34-ü necə işləyirik? 4. Heç nə də, yəni var 190 otaq təmir olunub, 95% yerinə yetirilir. Yəni 190 5%. otaq, 95%. 95%-ni tapdıq. Hə, yox. Yox axı. Bəli. 95% olan ədəd tapılır. 190 olan ədəd tapılır. 190-ın 95%-ni. Cavab nə tapdın? Mən 190-ın 95%-ni tapdıq. 200 eləyir. Nə tapdın ki sən? Mən Bax. yox, deyirəm ki, 190-ın Yox, mənə 95% 190 olan ədəd tapılır. 190-ı vururuq 100-ə, bölürük 95-ə. Hə, 9000 da 2 bölürük. eləyir. Dəba 2-yə vuranda 11 yadda, 180, 190. Bunu 2-yə vuranda. 200, bəli. Eləyir 200. Bütün otaqları soruşur da, hamısını soruşur. Böyük ədəd olmalıdır. Sən əgər 190-a 95%-ni tapsan, yəni belə deyim də, lap böyük ədəd eləyir. Axı nəsə düzgün də gəlmir. Onsuz da soruşmur ki 190-95% nəyə bərabərdir. Deyir ki 190-95%dir. Bəs ümumi hansı ədəd olub ki 190 həmin o ədədin 95%-ni tapanda 190 alınır. 95%-i təmir olunandan sonra 190 otaq təmir olunmuş olur. O məsələ var, o məntiq var bu sualda. 35-ci suala baxaq. Fəhlə 170 detal hazırladıktan sonra bayaqçı sualdır. Eyni sualdır yəni. 35-i düzgün həll edər. 68%-i 170 olan ədəd tapırıq. 170-i vurub 100-ə, 68-ə Aha, bölürük. düzdür. Neçə eləyir? Hesablı. 250. Düzdür. C. Baxaq 36-ya. Asan sualdır. Bəli. 4 nəfər bu işlərdə. Mən necə tapırıq? Heç də 25-dən çıxırıq. 11-i 11-i.
Bu da elə niyə 11-i? Axı 11 olmur. 4 ilə 9 toplayanda 13 eləyir. 11 hardan oldu? Bir dəqiqə səliqəli bir dənə yazdım. 25 çıxılsın 13. Neçə elədi? 12. Buradasan? Bəli, Hə, bəli, bəli. 12-nin də 25-ə bölmürsən. Vurursan 100-ə. Çünki niyə? Faizi soruşur. Bu da bərabərdir 48. Cavab eləyəcək 48. Keçək 37-ci sual. 30 şagirddən 5 nəfəri 5-lə, 13 nəfəri 3-lə, qalanları isə 4-lə oxuyur. Yenə də eyni sualdır. 30-dan çıxırıq 5. Hə? Mən bunu özüm işləyim. Hə, yaxşı, işlə. Yenə 12 nəfər qaldı. Hə? Cavab 48. İlk cavab 48. Yox. 30-a Necə müəllim? 12 nəfər Axı, qalır axıya. burada qalır 12, amma 30 dənə şagirddir. Başa düşdün? Bəli, bəli. Hə, burada 25 deyil, burada 30'dur. Hə. 38'də cavab C. Bilə bilmədim. Bir dəqiqə. Ə, baxaq. 38'dir. Sonra 39. Düzdür. Yetmiş bini bölürük 100'e. Yox. Yo, yo. Orada düsturumuz var. Deməli, əhalisi bu qədər nəfərdən bu qədər nəfərə qədər artdı. Əhalinin ilkin faiz, ilkin illik oxuya bildim. Gözüm yaxşı görmür, ona görə səbəb oxudum. İllik artım faizini tapın. Deməli, 39-da yazırıq ki, fərq bölünsün ilkin qiymət və vurulsun 100%. Bunu həll edirik. Bərabərdir. Burada olacaq 74.000. Deməli 200. 4 Qələmi itirmişəm, ona görə yetişdim. 74.200 çıxılsın 70.000. Axı 70.000 nəfərdən bu qədəri artıb. Deməli elə ilkin də qiyməti 70.000-dir və vurulsun 100%. İndi bunu həll eləyirik. Əslində çətin sual deyil. Burada da olacaq deməli 4200 vurulsun 100 bölünsün 70.000. Bunlar buradan getdi. Bunlar da buradan getdi. Bu da alındı 6%. Cavab oldu D variantı. Faizi səliqə ilə yazaq. Deməli D variantı. Baxaq 40-cı suala. Şagird kitabın 60 səhifəsini oxudu. Oxunmamış isə bütün kitabın 60% olarsa. Bütün 60 kitab səhifəsi. 100%.
Deməli, hə, bütün kitab bizdə olacaq 100%. Zahidi. Hə, burada neyinirik? Yəni 40% 60 olan dərd tapırıq da. Əgər Mesela 60. oxunu 60 səhifəni oxuyubsa, 60 səhifəni oxuyubsa, 100% bütöv oxunub, 60% oxunmamışdı, 40% oxunandı. Bu oxunmamış, oxunmamış. Bura oxunmuş. Burada isə biz baxırıq 40% hissəsinə. O da ki 60 səhifədir. Yəni ki 40% 60 olan ədəd tapırıq. 40% 60 olan ədəd. Onun üçün də biz 60-ı bölürük 40-a, vururuq 100-ə. Burada ixtisar gedir. Burada 60-ı da bölürük 4-ə. Eləyir 15. 15-i də ona vururuq. Eləyir 150. Deməli, cavab olacaq B variantı. Deməli, bitirə bilərik. 40-da da oldu B. Deməli, biz 40-a kimi baxdıq. Yaxşı. Mən istəyirdim ki, 50-yə kimi baxaq. Amma 50 dəqiqədə onsa dərs keçmişik. Olar, bitirə bilərik. Dərs yazdı.